Bu günləri münasibətlərdəki mif və reallıqlardan danışacağıq. Türkan, səncə münasibətdə ən əsas sevgidir? Bu cümlə çox gözəl səslənir, hətta romantik səslənir, amma təəssüf olsun ki, bu mifdir. Çünki sevgidən də ən önəmli və birinci olan hörmətdir. Hörmət özünü danışıq tərzində, daha sonra davranışda göstərir. Əgər hörmət olmasa, sevgi nəzarətə, təkəbbürə və hətta emosional zorakılığa çevrilə bilər. Ona görə sevmək gözəldir, amma ilk öncə hörmət olmalıdır və daha sonra sevgi. Məncə hər ikisi də olmalıdır. Sevgisiz ancaq hörmət olan münasibət də bəzən deyirlər ki, daha uzun ömürlü olur o evliliklər. Təcrübədə fərqli də ola bilər, amma məncə də hər ikisi önəmlidir. Əgər bir-birinizi həqiqətən sevirsinizsə, mübahisə olmamalıdır. Həqiqi sevgi münaqişəsiz olur. Yox, bütün münasibətlərdə mübahisələr olur. Burada hətta romantik münasibətləri kənara da qoysaq, dostluq